vaxtınız xeyir olsun. Xoş gördük tədbirinizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan dekabr ayının 31-nə, yəni ilin ən son gününə olan havadan sizi xəbərdar edəcəm. Beləliklə, Respublikanın ayrı-ayrı bölgələrinin hava durumuna nəzər salaq. İlk olaraq başlayaq Naxçıvan Muxtar Respublikasından. Orduba, Culfa, Naxçıvan, Şahbuz və Şərurda havanın temperaturu gündüz saatlarda -10, -12 dərəcə şaxta. Gecə isə -18, -20 dərəcəyə kimi şaxta olacağı bildirilir. Bu bölgələr üçün zəif qar yağacağı gözlənilir. Yuxarı Qarabağ bölgəsində Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəydə havanın temperaturu gündüz saatlarda -3, -8, gecə isə -5, -10 dərəcə arası dəyişəcək. Bu bölgələr üçün də əsasən yağmursuz hava gözlənilir. Qərb bölgəsində əsasən yağmursuz hava müşahidə olunacaq. Qazax, Tovuz, Şəmkir, Göygöl, Goranboy, Ağdam, Füzuli, Cəbrayıl bölgəsinin hava durumuna gəlincə, burada havanın hərarəti gündüz saatlarda -6, -10, gecə isə -1, -6 dərəcə şaxta olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Quba, Xaçmaz, Qusar, Şabran, Xızı, Şamaxı bölgələrində temperaturun gündüz saatlarda -7, -2 dərəcə şaxta, gecə isə -1 dərəcədən 8 dərəcəyə kimi şaxta olacağı bildirilir. Bu bölgələr üçün də əsasən yağmursuz hava olacaq. Mərkəzi Aran bölgəsində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Temperaturlara gəlincə, Mingəçevir, Biləsuvar, Ağdaş, Sabirabad, Göyçay, Şirvan, Yevlax, Səlyan, İmişli, Ağcabədi və Kürdəmir. Bu ərazilərimizdə hərarətin gündüz -7, -10, gecə isə -1, -5 dərəcə arası dəyişəcəyi bildirilir. Cənub bölgəmiz olan Masallı, Lənkəran, Astara, Lerik, Yardımlıda havanın temperaturu gündüz saatlarda -10, -7 dərəcə şaxta. Gecə isə -2 dərəcədən -5 dərəcəyə kimi şaxta olacağı deyilir. Sinoptiklərimiz bu bölgələr üçün əsasən yağıntılı hava şəraitinin keçəcəyini deyir. Gəncə şəhərin hava durumu üçün verilən proqnoz isə belədir. Gəncədə əsasən yağmursuz hava gözlənilir. Şərq küləyi əsəcək. Havanın hərarəti gündüz -9, -10, gecə isə -1, -3 dərəcə şaxta olacaq. Bakı və Abşeron yarımadasının havasına gəlincə, Sumqayıtda az yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz -8, gecə isə -2 dərəcə isti olacaq. Paytaxtımızda isə havanın dəyişkən buludlu olacağı, ara bir yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi mülayim şimal küləyi ilə əvəz olunacaq. Atmosfer təzyiqi normadan yüksək, 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85, gündüz 65-70% olacaq. Bakıda havanın hərarətinin gündüz -9, gecə isə -3 dərəcə isti olacağı bildirilir. İlin ən son gününə olan havadan sizi xəbərdar etdim. Bayramınız mübarək, gələn il görüşərik. Hələlik!